Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Şəmkir Sabirkənd Zəyəm yolunda qeydə alınıb. Zəngilan rayon sakini 33 yaşlı Sucəddin Şükürlü idarə etdiyi Tofaş Şahin markalı avtomobil idarə etmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb. Qəzadan sonra avtomobil yolun kənarına aşıb. İçində hərbiçilər olan avtomobilin ağaca çırpılması zamanı mini maşının sərnişini İsmayıl rayon sakini 38 yaşlı Altun Mustafayev hadisə yerində ölüb. Mini maşında olan 3 nəfər isə xəsarət alaraq Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyəti ilə bağlı təbib məlumat yayıb. Saat 16:30 radələrində Şəmkir rayon ərazisində baş vermiş yol nəqliyyat hadisəsinin nəticəsində 3 nəfər kişi cinsli xəstə Şəmkir rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunmuşdur. Xəstələrə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulmuşdur. 1993-cü və 1994-cü il təvəllüdlü xəstələrə müalicəsi hal-hazırda reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. 1997-ci il təvəllüdlü şəxsə isə zəruri tibbi yardımlar göstərilir və ambulator müalicə üçün evə buraxılır. Qəza zamanı xəsarət alanlar avtomobilin sürücüsü Zəngilan rayon sakini 33 yaşlı Sucəddin Şükürlü və digər sərnişinlər, Quba rayon sakini 32 yaşlı Samir Qurbanov və Şamaxı rayon sakini 29 yaşlı Namiq Əskərovdur. Qəzada ölən mini maşının sərnişini İsmayıllı rayon sakini 38 yaşlı Altun Mustafayevin meyiti müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin publik hüquqi şəxsi Şəmkir rayon şöbəsinə təhvil verilib. Meyit müayinə olunduqdan sonra ailəsinə verilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.